Bu ilin sentyabrından Bakı Slavyan Universitetində özbək dilinin tədrisi məsələsi elan edilib. Bu fikirləri universitetin rektoru Anar Nağıyev, milli lider Heydər Əliyevin 102-ci il dönümünə həsr olunan Azərbaycanşünaslığın aktual məsələləri, yeni dövrün Azərbaycanı mövzusunda keçirilən 16-cı beynəlxalq elmi konferans çərçivəsində deyib. Onun sözlərinə görə proses Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birlikdə həyata keçiriləcək. Rektor həmçinin Bakı Slavyan Universitetinin digər xarici universitetlərlə əməkdaşlığı məsələsinə də toxunub. Bu istiqamətdə Bakı Slavyan Universiteti tərəfdaşlıq elədiyi bir sıra universitetlərdə Azərbaycanın regional lider və strateji partnyor mövzusunda, yeni dövrün Azərbaycanı mövzusunda mühazirələr keçirilir. Bu mühazirələri biz sonuncu mühazirələri qeyd eləmək istəyirəm ki, Albaniyada, Tirana Universitetində aprel ayında keçirdik, Bolqarıstanda, Sofiya Universitetində keçirdik və hədəfimiz Ulu Öndərin yaratdığı Azərbaycanın və bugünkü Cənab Prezidentimizin rəhbərliyi altında bu qalibiyyətlərini yaşayan Azərbaycanın nailiyyətlərini bir daha geniş auditoriyaya çatdırmaq və o istiqamətdə tədqiqatları planlaşdırmaqdan ibarətdir.